tamaşaçılar, İki Sahil Televiziyasında bizimlə həmsöhbət verişindəyik. Studiyamızın bugünkü qonağı politolog Elşad Mirbəşiroğludur. Elşad mənim xoş gəldik. Təşəkkür ederim. Elşad, bugün biz Cənab Prezidentin Almaniya səfərini söhbət edəcək. Prezidentin Almaniya səfəri iki ölkə arasındakı münasibətlərə nə dərəcə təsir edəcək? Bəli. Hər şeydən öncə qeyd edim ki, Azərbaycan Respublikasının xarici siyasəti kifayət qədər pragmatik xarici siyasətdir və ölkəmizin xarici siyasətinin söykəndiyi əsas prinsip ondan ibarətdir ki, dünya dövlətləri ilə bərabər hüquqlu, çox istiqamətli əməkdaşlıq edək, münasibətləri inkişaf etdirək. Azərbaycan Respublikasının xarici siyasətinin bu unikal prinsipinə uyğun olaraq ölkə prezidenti cənab İlham Əliyev dünya ölkələrinin liderləri ilə sıx təmaslar saxlayır. Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Bu baxımdan mən hesab edirəm ki, ölkə prezidentinin Almaniya səfəri Almaniya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının və yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Bu məsələnin bir tərəfi nəzərə almaq lazımdır ki, ümumiyyətlə Azərbaycan Respublikası Cənubi Qafqaz ölkələri içərisində Avropa İttifaqı ölkələri ilə daha sıx əməkdaşlığa ən maraqlı olan bir ölkə olmaqla münasibətlərin davamlı olaraq inkişaf etdirilməsində maraqlıdır. Avropa İttifaqının, Avropa Şurasının regionla bağlı həyata keçirdikləri layihələrdə Azərbaycan Respublikası kifayət qədər fəallıqla iştirak etməkdədir. Ən əsası isə bildiyimiz kimi Avropalıların da özlərinin belə deyək ki, etiraf etdikləri kimi Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində həlledici rola malikdir. Avropa ölkələrinin liderləri, Amerika Birləşmiş Ştatlarının prezidenti dəfələrlə qeyd etmişdir ki, bu günləri beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Respublikası əvəz olunmaz rola malikdir. Və Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın, münasibətlərin mühüm istiqamətini məhz enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi tutur. Bu baxımdan mən hesab edirəm ki, bütün Avropa dövlətləri kimi Almaniyada Cənubi Qafqazın lokomotiv ölkəsi olan Azərbaycanla münasibətlərin hərtərəfli inkişaf etdirilməsində maraqlıdır. Digər məqam isə ondan ibarətdir ki, cənab prezident aprelin əvvəlində cəbhədə baş vermiş geniş miqyaslı müharibədən sonra ilk dəfə olaraq Almaniyaya səfər edir. Xatırlayırıqsa, aprelin 6-sında, yəni ki, Ermənistanla Azərbaycan arasında təmas xəttindəki baş vermiş gərgin döyüşlərdən sonra Ermənistan prezidenti Sarkisyan Almaniyaya səfər etmişdir və orada Azərbaycanın əleyhinə obyektiv əsaslara malik olmayan informasiyalar səsləndirmişdir. Bu informasiyalar ondan ibarət idi ki, cəbhədə Azərbaycan tərəfi atəşkəs rejimini tez-tez pozur, güya Ermənistan tərəfi münaqişənin dinc tənzimlənməsini istədiyi halda və bu istiqamətdə gərəkən bütün addımları atdığı halda Azərbaycan tərəfi buna addımları ilə, fəaliyyəti ilə bunu əngəlləyir. Təbii ki, bu əsası olmayan informasiyaların qarşısında cənab prezident səfəri çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini də müzakirə edərək eyni zamanda diqqəti cəbhədəki vəziyyətə də çəkmiş oldu və orada Ermənistan prezidentinin yalanlarını bir növ ifşa etmiş də oldu. Təbii ki, bizim əlimizdə kifayət qədər arqumentlər mövcuddur ki, Ermənistan tərəfi davamlı olaraq destruktiv mövqe nümayiş etdirməkdədir. Təmas xəttində hərbi provokasiyaları genişləndirməkdədir. Davamlı olaraq baxmayaraq ki, 1994-cü ildə atəşkəs rejimi əldə olunmuşdur və bu rejimdən istifadə olunaraq münaqişənin tənzimlənməsi istiqamətində ciddi addımlar atılmalıdır. Amma Ermənistan tərəfinin bugünə kimi nümayiş etdirdiyi destruktiv addımlar atəşkəs rejiminin verdiyi imkanlardan səmərəli istifadə etməyə imkan verməmişdir. Və kifayət qədər qeyd etdiyim kimi faktlar mövcuddur ki, destruktiv mövqe ilə bağlı Almaniyadan bir daha dünya ictimaiyyətini bilgiləndirmək, informasiya vermək imkanı yaranmış oldu. Eşanov, son olaraq istərdim bir məsələyə də aydınlıq gətirirsiniz. Almaniya Bundestagının qəbul etdiyi qətnamə ilə bağlı, yəni qondarma erməni soyqırımı ilə bağlı bilirsiniz ki, qətnaməyi qəbul etdi. Bu, Almaniya-Türkiyə münasibətlərinə dərəcə təsir edəcək. Eyni zamanda Türkiyənin beynəlxalq arenada sıxışdırılması demək deyilmi bu məsələ? Bilirsiniz, Almaniya Bundestagının saxta soyqırımla bağlı qətnamə qəbul etməsi hər şeydən öncə
o məsələyə aydınlıq gətirdi ki, Avropa İttifaqı Türkiyə ilə münasibətlərini heç də səmimi hisslər üzərində qurmur. Artıq əvvəllər də dəfələrlə proqnozlaşdırmışdıq ki, Avropa İttifaqı bir xristian klubu olmaqla Türkiyəni heç vaxt öz sıralarına qəbul etməyəcəkdir. Hər dəfə də Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi ətrafında müzakirələr aparılan zaman Türkiyənin qarşısına müxtəlif şərtlər qoyulurdu. Halbuki Avropa İttifaqına üzv olan ölkələrin böyük əksəriyyəti o kriteriyalara cavab vermir. Amma Türkiyə o ölkələrdən kifayət qədər fərqli üstünlüklərə malikdir. Avropa İttifaqına üzvlüyə layiqdir. Amma buna baxmayaraq güclü müsəlman Türkiyəsini Avropa İttifaqına yaxın buraxmırlar. Və Avropa İttifaqı ilə Türkiyə arasında aparılan bir sıra strateji məsələlərlə bağlı müzakirələr də ondan xəbər verdi ki, Avropada Türkiyəni görmək istəmir. Türkiyə ilə Avropa İttifaqında müzakirə olunan sonuncu məsələlər, birincisi Türkiyə ilə Avropa İttifaqı arasında vizasız gediş-gəliş məsələsi idi. Bildiyimiz kimi bu məsələnin reallaşması üçün Türkiyənin qarşısında yenə şərtlər qoyuldu. Halbuki Türkiyə bunu qəbul edə bilməzdir. Çünki terrorizmlə bağlı Türkiyənin bu günləri sərgilədiyi mövqe Türkiyə dövlətinin milli maraqlarına cavab verir və Türkiyə bugünkündən fərqli hər hansı bir mövqe sərgiləyə bilməz. Digər məqam isə ondan ibarətdir ki, miqrant məsələsində bildiyimiz kimi Türkiyə Avropa İttifaqının bir növ qoruyucusu rolunu oynadığı halda Avropa İttifaqı bu məsələ ilə də bağlı Türkiyənin qarşısında müəyyən şərtlər qoydu. Hətta Türkiyəyə yaxından kömək edilməsi məsələsinə həssaslıqla yanaşmalı olduğu halda Türkiyəyə edəcəyi yardımın da müqabilində Türkiyədən müəyyən addımların atılmasını tələb etdi. Bütün bunlar ondan xəbər verir ki, Türkiyə ilə Avropa İttifaqı arasında ümumiyyətlə ortaq məxrəcdən uzaq bir görüntü müşahidə olunmaqdadır. Mən hesab edirəm ki, Almaniya Bundestagının qəbul etmiş olduğu qətnamə Avropa İttifaqının Almaniya vasitəsilə Türkiyəyə yeni bir təzyiq addımı idi ki, Avropa İttifaqı bunu atdı. Gəlin bir məsələlərə müəyyən bir prizmadan yanaşaq. Birincisi, Almaniya 2016-cı ilə kimi bu soyqırım məsələsini müzakirə edib, bununla bağlı hər hansı bir sənəd qəbul edə bilərdi. Sual olunur, nəyə görə məhz indiki məqamda Almaniya bu qətnaməni qəbul etdi? Yəni, bu sualın cavabını axtaranda yenə biz görürük ki, məhz indiki reallıqlar çərçivəsində Avropa İttifaqının Türkiyənin sərbəst siyasətinə kölgə salacaq, müstəqil siyasətinə kölgə salacaq hər hansı bir təzyiq rikabına əl atmalı idi ki, bunu da Almaniyanın əli ilə atdı. Bu məsələnin bir tərəfi. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ölkələri içərisində Türkiyənin ən yaxşı ticarət ortağı, ticarət tərəfdaşı məhz Almaniyadır. Həm iqtisadi baxımdan, həm siyasi baxımdan Almaniya ilə Türkiyə arasında münasibətlər Türkiyə ilə digər Avropa ölkələri arasında münasibətlərdən müsbət mənada ciddi şəkildə fərqlənir. Deməli, Avropa İttifaqı eyni zamanda Türkiyəni özünün ən yaxın tərəfdaşından birindən də təcrid etmək istəyir. Bu məsələnin ikinci bir tərəfi. Digər məqam isə ondan ibarətdir ki, Türkiyə regionda özünün liderliyini təmin etməyə çalışır və bildiyimiz kimi Türkiyənin yerləşdiyi regionda Amerika Birləşmiş Ştatlarının və Avropanın özünün də ciddi geosiyasi maraqları mövcuddur, strategiyası mövcuddur. Bu baxımdan ola bilsin ki, Türkiyəni gələcəkdə o iddialarından çəkindirmək məqsədi ilə də Avropa İttifaqı, bir daha qeyd edirəm ki, məhz Almaniyanın əli ilə Türkiyəyə belə bir zərbə vurdu. O ki, qaldı sizin sualınızın digər bir hissəsinə Almaniya ilə Türkiyə arasında münasibətlərin sonraki perspektivlərini. Mən hesab edirəm ki, Türkiyə rəhbərliyi kifayət qədər pragmatik bir rəhbərlikdir və indiki reallıqlar çərçivəsində Almaniya ilə Türkiyə arasında münasibətlərin kəskinləşməsinə getməyəcəkdir. Hər şeydən öncə qeyd edim ki, birincisi Almaniya Bundestagı qətnamə qəbul edibdir. Bu federal qanun deyil. Yəni ki, qətnamənin qəbul olması bütövlükdə Almaniyanın saxta soyqırımı tanıması demək deyil. Yəni ki, bu bir növ Türkiyəyə xəbərdarlıqdır hələ. Bunun növbəti bir mərhələsi də ola bilər. Yəni, federal qanun qəbul oluna bilər. Belə olduğu təqdirdə, deməli, Almaniya dövlət olaraq saxta soyqırımı tanımış olacaqdır. Bu baxımdan Türkiyə həm bu məqamı nəzərə alacaqdır, həm indiki reallıqları bir daha qeyd edirəm, nəzərə alacaqdır. Almaniya ilə münasibətlərin korlanmasına getməyəcəkdir. Çünki bildiyimiz kimi, Türkiyə Rusiyanın simasında ən böyük bazarlarından birini artırır.
artıq itirdi. Yəni ki, Almaniya ilə münasibətlərin korlanması artıq Türkiyənin həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən mövqelərinə ciddi şəkildə zərbə vurar. Mən hesab edirəm ki, bu amillərin təsiri altında Türkiyə ilə Almaniya arasında münasibətlərə ciddi xələl gəlməyəcəkdir. Təbii ki, Türkiyə tərəfindən sərt bəyanatlar səsləndi və səslənəcəkdir. Ola bilsin ki, Türkiyədə əlində olan rıçaqlarla, amma çox da ağrısız, belə deyək, çox da ağrılı olmayan rıçaqlarla Almaniyaya cavab reaksiyası nümayiş etdirəcəkdir. Bütövlükdə isə mən hesab edirəm ki, münasibətlər, əlaqələr indiki şəkildə davam etdiriləcəkdir. Eşədən, təşəkkür edirik. Studiyamıza gəldiyiniz üçün, minnətdarlıq suallarımızı cavablandırdığınız üçün sağ olun. Bəli, dəyərli tamaşaçılar, studiyamızın bugünkü qonağı ilə daha bir maraqlı mövzu ətrafında müzakirəmizi apardıq. Xatırladaq ki, studiyamızın bugünkü qonağı politolog Elşad Mirbəşiroğlu idi. Sağ olun, salamat qalın.